Hər vaxtınız xeyirli olsun əziz dostlar, hörmətli xanımlar və cənablar. Həftə içi 5 gün yayımlanan İşin Adamı layihəsinin 5-ci gün efirini elə 5-in yarısı, ya 5-ə qalmış deyək. İndi 34-dür də. 1 dəqiqə bu tərəf, 1 dəqiqə bu tərəf kimə necə uyğun deyil də qəbul etsin. Amma nə demək istəyirəm? İşin Adamı bizlə birlikdədir. Anar müəllim söhbət Azali şirkətinin rəhbərindən gedir. Anar Zeynalov yetəri qədər Azərbaycan biznes mühitində diqqət, yalnız peşəkar öz sahəsinin bilicisi deyil, həm də düşünürəm ki, onun çox real hadisələr əsasında danışacağı, bizə motivasiya verəcəyi, bir növ bəlkə də bugünkü efirdə xatırlayacağı məqamlar ona 2026-nın yeni motivasiyasını gətirəcək. Anar müəllim, xoş gördük. Xoş gördük, təşəkkür edirəm dəvətiniz üçün. Anar müəllimin də ənənəvi bir salamlaşma tərzi var. Çox xoşuma gəlir bu. Anar müəllim, ümid edirəm yaxşısınız. Çox sağ olun, həmişə kimi əli dolu gəlmisiniz. Özü də Anar müəllim elə qonaqlardandır ki, yalnız şirniyyat deyil, həm də kitab gətirir adama. Anar müəllim, siz maşallah həmişə sabit qalmağını arzu edirəm. Daimi belə olsun ki, uğurlu iş adamısınız. Amma bu bir günü olmayıb. Deməli, həyatınızı, iş karyeranızı müxtəlif ziqzaqvari mərhələlərə bölsək. Bax, bugün Anar müəllim. Hansı Anar? Azali. Azərbaycanda yetəri qədər tanınır, sizin sahədə tanınır, regionda tanınır. Hətta heç Anar, Azali deməyəndə, Anar Zeynalov deyəndə özü maşallah bir markalaşıb. Təşəkkür edirəm, gözəl. Özü də show biznes variantı yox ha, korporativ mühitdə markalaşıb. Çox sağ olun. Hətta bir detallı deyim, real case. Mən bir tədbirdə aparıcı olacağam. O tədbirdə eşidəndə ki, dostlar Anar müəllim də gələcək, sevinirlər. Ona görə yox ki, Anar müəllim çox müştəbehdir. Ona görə ki, gəlib burada gözəl bir aura təqdim edəcək, gözəl bir xeyir dua verəcək. İndi bir siz sual ahara gətirirəm. Anar müəllim bugün efirdədir. İşin adamı olaraq dəvət alıb efirə. Evet. Anar müəllimin həyatında qayıtsaq o keçmişdə hansı gün, hansı hadisə olmasaydı bugün Anar müəllim burada deyildi. Təşəkkür edirəm Kəmran müəllim maraqlı suala görə. Və yaxud üzürsəm hansı hadisə olub ki, o bugün buradadır? Bugün buradadır. Əslində hər bir iş adamını müəyyən bir mərhələyə gətirən bir çox hadisələr olur ki, onlar onun həyatında kritik əhəmiyyət daşıyır. Təbii ki, mənim də həyatımda belə hadisələr az olmayıb. Amma indi yadıma düşən bir maraqlı hadisə var ki, onu sizə məmnuniyyətlə danışa bilərəm. Yadınıza düşdü, hə? Bəli. Biz bu efirə hazırlaşmamışıq, ha, dostlar? Bəli, qətiyyən hazırlaşmamışıq. Ümumiyyətlə, sahibkarlıq fəaliyyəti belədir ki, biz kənardan çox uğurlu görünürük, çox hər şey mükəmməl görsənir. Amma arxa planda həqiqət belə deyil. Biz də təbii ki, narahat oluruq, stresə düşürük. Biz hamıdan qat-qat çox stres çəkirik. Çünki insan öz məsuliyyətini daşımaqdan asan nə var ki? Amma komandanın məsuliyyətini daşımaq kifayət qədər ağır bir şeydir. Və təşəkkür edirəm Allaha ki, indi müəyyən mərhələyə gəlib çatmışıq. Amma bu mərhələyə gəlib çatana qədər başıma gələn bir nüansı sizlə bölüşürəm. Başlaya bilərəm də Kəmran müəllim. Biz artıq başlamışıq. Deməli, şirkət təzə təsis eləmişik Kəmran müəllim. Azali. Azali şirkətini təzə təsis eləmişik. Təbii ki, şirkət istəyir qızıldan olsun, istəyir nə olur olsun. Şirkət üçün bir nömrə lazım olan şey sifarişdir. Oturub qara-qara düşünürük ki, indi sifarişlərimizi hardan, hansı formada cəlb eləyəcəyik. Elə bütün günü sözün düzü də indi bugünkü gün bu hadisə ilham vericidir. Zamanında bu necə deyim, bir qara notlar idi də, belə deyək. Elə qara-qara düşünürük ki, necə olacaq, nə edəcəyik və mən bir iş haqqında eşitdiyim çox belə maraqsız tərzdə, çox maraqsız formada həmin şirkətə mail göndərdim, e-mail göndərdim. Elə belə tam ümidsiz, heç bir gözləntim olmadan bir e-mail göndərdim. Bu biraz geniş söhbətdir də, danışa bilirik. Yetəri qədər belə. Özümə söz vermişəm, sözünüzü də kəsməyəcəm. Söz verdim sizə. Müdaxilə etməyəcəm. Buyurun. Deməli Kəmran müəllim,
Birdən bizim həmin dövrdə bir menecerimiz var idi. Dedi ki, Anar müəllim, bu şirkət sizlə görüşmək istəyir. Hətta meneceriniz var, şirkət Menecer- qurulub, amma müştəri hələ ki yoxdur. Sifarişdə götürmürsünüz. Biraz danışığımda mübaliğə nədir? Bu gün biz ona menecer deyirik də. Həmin günü o hər belə deyək də pozisiyada işləyə bilən bir şəxs idi. Başa düşdünüz nə demək istəyirəm? Çünki şirkət təzə qurulanda orkestr insan rusların təbirincə bəli, deyilsə. hamı hər işi görür. Bu hələ qurumsallaşma yoxdur, hələ heç vəzifə bölgüsü yoxdur. Sıfırdayıq, başlayırıq. Sizlə görüşmək istəyirlər. Mən də belə böyük həyəcanla görüşək. Nəysə, getdik bunlarla görüşməyə. Kəmal müəllim, deməli bunlarla görüşürəm, amma bunlar artıq kifayət qədər böyük bir şirkətdir. Deməli bunların çox ciddi müqavilə şərtləri var və işin də həcmi həddindən artıq böyükdür. Mən o işi ilkin vəziyyətdə götürmək mənim üçün nə qədər maraqlı idisə, bunlar danışa-danışa artıq bir o qədər maraqsızdır bu işi götürmək. Müəyyən bəhanələrdən artıq işi götürməməyə çalışıram. Çünki bunun altından sabahı var da, gücünü hələ özümdə hiss eləmirəm. Şirkətin maddi texniki bazası çox zəifdir. Deməli elementar məsələn deyək ki, avans ödədilər. Məsələn böyük bir məbləğ, deyək ki, 20 və ya 30% avans ödədilər. İş artıq təhvil verildikdən sonra və yaxud da təhvil mərhələsinə gələndə digər məbləği biz ala bilərdik. Orada da çox böyük, kifayət qədər ciddi rəqəmlərdən söhbət gedir. Mən də başa düşürəm ki, bu rəqəmləri də biz, yəni dartıb işi o vaxta gətirə bilməyəcəyik. Yəni şükür bunu başa düşürsən. Demək ki, mənim çox maraqlı şeylər oldu. Bunlar danışdı. Mən də elə ruhsuz şəkildə, yola verirəm ki, konkret bu işi desinlər ki, qardaş, siz iş bacarmırsınız, xahiş edirəm durun bu otağı tərk eləyin də. Birdən elə qarşıdakı adam, o şirkətin direktoru, o məndə sezdi bu hissi sezdi. Dedi ki, Anar müəllim, nəsə çox belə ruhsuz danışırsınız, belə könülsüz yanaşırsınız bizim bu işimizə. Dedim, yo, səhv başa düşürsün, nə deməliyəm ki, biraz yorğunam ola bilsin, üzr hesab eləyin. İş get-gedə ciddiləşdi. Mən bu işi götürməməyə çalışıram, bunlar bu işi verməyə çalışırlar. İş də kifayət qədər ciddi bir işdir. Bəlkə də o soyuqqanlılığınız onlar özünüzə belə güvən kimi qəbul edir. Bəlkə ümumiyyətlə həyatın belə bir qızıl sirri var da. Nəyə ki itəlirsən, o sənə doğru daha çox gəlir. Bu işdə də elə belə oldu, Kamran müəllim. Deməli, İndi bunlar növbəti görüşə məni çağırıblar ki, Anar müəllim, biz artıq müqavilələri imzalamalıyıq. İndi mən necə deyə bilərəm ki, mən bu işi götürmək istəmirəm, özümə də biraz sığışdırmıram. İşin nəfs tərəfi var, çəkir məni ki, böyük işdir, ağıl da itələyir ki, bu işin altından qalxa bilməyəcəksən. Təzadlar var da burada. Get-gəllər yaşayırıq, Şamil müəllim. Deməli, nəysə, bunlar müqavilədə xüsusi bəndlər qoydular ki, siz bu işi filan vaxtda təhvil vermədiyiniz təqdirdə sizə üçün cərimələr də tətbiq olunacaq. İndi mən bilmirəm də, gah dua eləyirəm, gah fikirləşirəm, gah dostlarla istişarə eləyirəm. Da belə qəribə hisslər yaşayıram ki, danışırsınız mən heyecanlanıram. İndi çaşmışam ki, bunun altından nətər çıxaq, amma bircə mən bu ixtisasımla bağlı məndə bir balaca o hüquqşünas təfəkkürü var da. Düşünürəm ki, yəni işin ən pis tərəfini düşünürəm ki, yəni sabah biz məhkəmədə bu məsələ mübahisələndirsə, mən özümü hansı formada qoruya bilərəm. Artıq işi təhvil vermək haqqında düşünmürəm. İşin məhkəmə boyutuna çatanda mən necə bunu təhvil verə bilərəm, orada özümü müdafiə edə bilərəm, o haqqda düşünürəm. Nəysə, bunlarla müqaviləni imzalayanda dedim ki, yoxdur, belə bir şey yoxdur. Bir dənə də bizim şərtimiz var, xahiş edirəm onu müqaviləyə əlavə eləyək, buyurun. Dedim ki, onda belə bir şərt əlavə eləyirik ki, ora. Yəni, sizin günahınız ucbatından bizim iş prosesində ləngimələr olarsa, o müqavilə vaxtlarına təsir eləmir. Deyirlər, çox doğru deyirsiniz, gəlin bu bəndə əlavə eləyək bura. Yəni, siz prosesi ləngidə bilərsiniz də. Demək ki, Kamran müəllim,
müqavilə imzalandı. Gözəl. Deməli şirkətin rəhbərinin, şirkətin memarının və şirkətin işi qəbul edən şəxsin hər 3 nəfərin e-mailini aldım. Deməli gündəlik bir A4 vərəqi boyda e-maillə bunlara rapor yazıram, məlumat yazıram günün sonu gecə saat 1-də 2-də otururam, rapor eləyirəm bunlara ki, vəziyyət, istehsal vəziyyəti nə yerdədir. İrili xırdalı da fərqi yox. Başdan sona prosesi bunlara yazıram və hamısına da o sisi deyirlər də qoyuram, göndərirəm hamısına. Bugün bizim əməkdaşlar sahədə oldular, filan yerlərin ölçülərini götürə bilmədilər. Xahiş edirəm şərait yaradın, ölçüləri götürsünlər. 4-cü maildən sonra sahə rəisi mənə zəng etdi. Ana mənim sizin məqsədiniz nədir? Məni işdən çıxartdırmaq istəyirsiniz. Yığışdırın da bu mail məsələsini. Deyirəm ki, mən də indi bunun xətrinə dəyə də bilmirəm, amma e-maili yığışdıra da bilmərəm də. Nəysə başa saldım ki, bəs müqavilədə xüsusi öhdəliklərimiz var falan. Yox, anar mənim xahiş eləyirəm, bu mail söhbətini yığışdırın. Siz mail yazan kimi rəhbəri düşür mənim üstümə ki, bu nədir? Siz çatdıra bilmirsiniz falan. Amma əslində həqiqət var da. Tam həqiqətdir. Tam həqiqət. Yalanla heç nə yoxdur. Deməli mən mail yazmağa davam elədim, amma həmin iş icrasına sisi qoymuram. Elə direktora, memara göndərirəm gündəlik. Allah ilə yəni istədi, iş belə alındı ki, indi bunlar həqiqətən biz çatmışıq müəyyən bir nöqtəyə, bunlar bizə çatmırlar. Bunlar geridə qalıblar. İndi mən bunları sıxıram ki, yox, belə olmaz. Belə olmaz. Adamsız adam balası. İş bilmirsiniz siz. Siz iş bilmir, belə idarə etmə olmaz. Bu nətər işləmə? Başlanacağım ehkam kəsməyə bunlara. Belə idarə etmə olmaz, filan bəsməkan. Bunlar da doğrudan da maraqlıdır ki, yəni Azərbaycanda bunlarda belə bir təcrübə yoxdur. Onlara heç kim bu sözü deməyib. Deməyib və gündəlik bunlara bu belə uzun mail göndərmə, məlumatlandırma, bunları sıxma, tələb eləmə. Əməli xalq qazanmısınız ha. Yəni yəqin ki, Allah işi düzə çəkib də belə deyək. Deməli bunlarla bu minvalla biz qabağa düşdük və işi bunları tələsdirə işi təhvil verdik. Və montaj vaxtı da biz yenə deyirəm, yeni, hamı çox səliqəli geyimdə, xüsusi orada montaj belə şou göstəririk də. Bunlarla çox yaxşı dostlaşdıq biz Kamran mənim. Çox yaxşı dostlaşdıq bunlarla. İşi də çox uğurlu şəkildə təhvil verdik və mən tam səmimiyyətimlə etiraf eləyirəm ki, bugünkü gün Azalinin bu qədər böyüməyində və bu mərhələlərə çatmağında həmin yoldaşların müstəsna xidmətləri var. Yəni bilərək və ya bilməyərək həqiqətən də bizə zamanında o işlərdən böyük dəstək olublar onlar. Bir dənə sir deyəcəm. O dövlət qurumu idi yoxsa? Yox, özəl qurum idi, amma çox böyük və ciddi şirkət idi. Yəni mən əmin olun ki, mən bu söhbəti unutmayacağam və fasilədə ilk fürsətdə şirkəti soruşacağam. Çox maraqlı məqamdır. Bir dənə məqam var ki, Anar müəllim, ümumiyyətlə bu sahə ilə bağlı, keçmişlə bağlı bir neçə sualdan yəni biz sizə müraciət edə bilərik. Uğurlu iş adamı olmaq üçün və nə vaxtsa bir gün o qara günləri ağ günlər kimi xatırlamaq üçün bu həyat yolunda, bu iş həyatında nəyi mütləq et və ya nəyi qətiyyən etmə dediyiniz nələrdir? Kamran müəllim, ümumiyyətlə iş həyatında uğurlu olmağın konkret bir resepturası yoxdur. Amma ümumi qaydalar var ki, bu həm iş həyatına, həm şəxsi həyatına, həm dostluq həyatına, həm ailə həyatına sirayət edən ümumi qaydalar var ki, bunların hamımız bilən qaydalardır. Yəni insan mütləq səmimi olmalıdır, doğru olmalıdır. Məsələn, Azərbaycan şəraitində mən bunu həmişə demişəm, bu gün də deyirəm. Bizim bazar çox böyük bazar deyil. Burada reputasiya çox önəmlidir. Çox önəmlidir. İnsan adını qorumalıdır. Yəni yalançı kimi tanınsan, bu uzun vadədə uğurlu ola bilməyəcəksən. Bu bir mənalıdır. Amma iş həyatında yəni bir qızıl qayda odur ki, disiplin vacibdir. Nizam intizam vacibdir. Ümumiyyətlə bu mən həmişə deyirəm,
bu motivasiya, Kamran bəy, motivasiya ağrı kəsicidir. Yəni həmin an üçün Nə qəşəng dediniz. həmin an üçün sənin ağrılarını kəsə bilər, amma disiplin uzun müddətli müalicədir. Yəni uzun müddətdə uğurlu olmaq üçün disiplin şərtdir. İnsan, yəni bu çeynənmiş sözləri təkrar demək istəmirəm. Yəni Amma insan çox vacibdir. O bir arzu var, sənə can sağlığı arzu edirəm deyilən bir arzular var ad günündə. Bu can sağlığı arzusunun dəyərini biz yalnız canımız ağrıyanda bilirik. Doğrudur. Yaxşı nasıl oluraq. Doğrudur. Ona görə sizin bu dəqiqə o dediyiniz o nizam, intizam, disiplin məsələsi real iş həyatında uğursuzluqları fona baxanda nizam, intizamsızlıqdan görəndən sonradan başlayır. Bu nə deməkmiş? Bəli. Deməli bir də siz gəncləri çox sevirsiniz. Onlara həmişə dəstək olmusunuz. Hətta elə bu gün bu üslubda efirimizdə danışmamızın əsas səbəblərindən ilə biri bəlkə də birincisi sırf gənc dostlarımıza bir o nizam, intizam arzu edirik, amma həm də motivasiya olmaqadır. Anar müəllim, biraz belə lap belə getsək, hətta o şirkət qurulmayanda. Məsələn, bax pul yox, əlaqə yox, təcrübə yoxdur. Hardan başlasın gənc dostumuz? Çox əla, mükəmməl sualdır. Kamran müəllim, pul olmaya bilər, Ətraf da sonradan qazanıla bilən bir şeydir. Yaxşı olar ki, əvvəldən olsun. Çünki ümumiyyətlə o ticari xarakter tələb eləyir ki, bu ətraf məsələsi həmişə olmalıdır. Amma təcrübə olmazsa olmazdır. Əgər bir işdə təcrübən yoxdursa, pulun nə qədər olur olsun, ətrafın nə qədər olur olsun, o şey girmə. 99% uğursuz olacaqsan. Burada bizim məsələn, mən həmişə birinci təbii ki, uğur görəndə Allaha təşəkkür eləyirəm. Hər şey birinci onun gərək izni ilə, icazəsi ilə ola. Amma bizim bu işdə bir uğurlu olmağımızın səbəbi odur ki, bizim Mebeldə bir professional keçmişimiz var. Biz bu işi bilirik. Yəni bu Baxın, bizi bir dənə kənara qoysaq, Anar müəllimin o şirkətdən əvvəlki keçmişi də Mebellə bağlıdır. Mebellə bağlıdır. Bəli. Orada hardan başlamısınız? Mən universitet illərindən işləməyə başlamışam və Azərbaycanın elə o ən tanınmış adlı sanlı mebel şirkətlərində bir professional keçmişim olub. Ondan sonra o ardıcıllıq davam edib və nəticədə məktəb amma sözünü deyir. Məktəb olmazsa olmaz. Bax, onu keçmək lazımdır. Çünki sizin kimi iş adamları bu sahədə bir qədd-qamətli olanlar o tərzdə adlı sanlı şirkətlərdən yolu keçənlər də daha çox az, bəlkə də 1%-dir. Bəlkə də 1%-dən bir tam neçəsə az olar ki, olmasın o yol oralardan keçməsin, doğrudur. Bu korporativ mühitdə tanınsın. Adətən görürük qeyri oralarda olanlar tanınmır. Onlar bir müddətdən sonra bazardan təəssüflər olsun ki, çıxırlar. Hər kəsə biz uğur arzu edirik, ruzi bərəkət arzu edirik. Çox maraqlı başladıq efirimizə. Əslində həftə sonu bizi dinləyənlər əminəm ki, bu həftə sonu beyinləri dincəlməyəcək. Çünki motivasiya alanda o 1-2 gün adam beynində düşünür. Bax, gedir, gəlir, görürsən, əslində pis gözlənən şey elə də pis deyilmiş. Görürsən, bax, məlumat ötürüb. Biz də eləmək. Bəlkə də bu dəqiqə hansısa bir rəhbər komandasına və yaxud gələcəkdə rəhbər olmaq arzusunda olan bir gənc dostumuz dinləyir və gələcəkdə bunu tətbiq edəcək. Nə yalan deyim, məsələn, mən də özümə bir pay götürdüm. Mən də gərək düşünürəm ki, məsələn biz layihədə işin adamı layihəsində bunu edirik. Bir növ hər gün əməkdaşlıq etdiyimiz dostlara sponsorlar məlumatlar gedir və s. Amma biz event eləyəndə, tədbir eləyəndə, təşkilatçılıq eləyəndə düşünürəm ki, hər gün bu etapları gərək ötürək komandaya. Çətindir, amma mümkündür. Anar müəllim, qısa fasiləmiz var icazənizlə. Efirimizin dəstəkçilərindən danışaq və efirdə sponsor məlumatı təqdim olunsun. Sponsor məlumatı. Estet Engineering-dən danışaq, hörmətli dostlar. Enerji əllərində sahəsində uzun illər etibarlıq və keyfiyyət simvolu olan Köhler kimi ümumiyyətlə tanınan şirkət haqqında danışmaq istəyirəm. Bugün Relko olaraq davam edən şirkət sadəcə ad yeniləməsi ilə deyil, innovasiya və texnologiyaya daha güclü baxışın göstəricisi olaraq Relko şirkəti illərin mühəndislik təcrübəsini qoruyur, sənaye, kommersiya, kritik obyektlər üçün güclü və uzun müddətli generator həlləri təqdim edir. Estet Engineering Relko generatorlarının satış
yaxşı və texniki servisini fasiləsiz enerjini etibarlı şəkildə təmin edərək sizə Azərbaycan biznes mühitində bu dəstəyi əsirgəmir və Relko keçmişin gücü, bugünün texnologiyası, gələcəyin enerjisidir. Əlaqə nömrəsi 012 497 17 16 və 051 205 45 45-dir. Xüsusi olaraq bildirim ki, hörmətli sahibkarlar, Unilegal Consulting-in siz xidmətindən faydalanaraq hüquqda etibarın adı simvolu altında çalışan Unilegal Consulting-dən lisenziyalar, icazələr, şirkət təsisi, mühasibatlıq, vergi məsləhəti, əmtə nişanları, tender dəstəyi hamısını bir mərkəzdən bu dəstəyi alıb peşəkar dostlardan işinizə daha da dəyər və fayda qata bilərsiniz. Əlaqə nömrəsi 070 216 91 91-dir. Və Cevosportdan danışım, çünki Azərbaycan yerli istehsal idman forması olaraq Cevosport bir çox yerli, dünyaca məşhur idmançılarla əməkdaşlıq edir. Həm korporativdə, həm də qeyri-korporativ özünüz üçün bu idman geyimlərini əldə edə bilərsiniz. Və Azərbaycanın dünyaca məşhur idmançılarından biri ilə bu yaxınlarda əməkdaşlıqlar da baş tutacaq. Cevosportun əlaqə nömrəsi 055 450 20 37. İşin adamı efirdədir. Mən Kamran Yardanquliyev, hər kəsi salamlayıram. Həftəmizin 5 günü yayımlanan efirimizin 5-ci günü və həftə sonu efirimizdə biz həftəmizin yekun efirini dəyərli işin adamı Azali şirkətinin rəhbəri Anar Zeynalovla davam etdiririk. Anar müəllim bu gün sağ olsun çox gözəl bir təklif üzərindən getdi. Çünki bu gün sırf motivasiya günü olacaq. Anar müəllim bilənlər bilir, çox yaxşı bilirlər. O Azərbaycan mebel istehsalı sahəsidir. Onların sahəsi çox genişdir. Bu sahədə işini bilicilərindəndir. Azani də yetər qədər tanıyırlar, Anar müəllim də tanıyırlar. Bu gün isə əsas hədəf motivasiya mövzusudur. Və Anar müəllim biz sizə maraqlıdır. Deməli, yenidən qayıdırıq keçmişə və o keçmişdə daimi insanları bizi aktiv şəkildə motivasiya edən yaxınlarımız olur ha. Deməli, yaxınlarımız. Gördün, mən eləyə bildim. Gördün, düz eləyirdim. Gördün, mən bilirdim belə olacaq. Yaxşı ki elədim dediyiniz kəsb və hadisələr hansılardır? Şaban müəllim, siz bu gün məni özü bu danışdıqlarımızın hamısını efir vasitəsilə danışırıq. Yəni hamı biləcək ki, söhbət kimdən gedir, nədən gedir. Bir var şəxsi qaydada deyə bilərdim sizə. Yox, doğrudan da biz mən özüm orta statistik Azərbaycanlı ailəsində böyümüşəm, boya başa çatmışam. Təbii ki, biz bu biznes mühitinə atılanda heç kim uğurlu olacağımızı düşünmürdü. Bu əslində təbii haldır. Bunun təbii olmasında biz zaman keçdikcə başa düşürük. Elə bir nömrəli ailə üzvlərimiz bizə inanmırdı, valideynlərimiz. Çünki onların o böyüdüyü, tərbiyə gördüyü mühit biraz fərqli mühit idi. Əslində bir valideyn kimi onlar da düşünürdülər ki, biz riskli bir işlə məşğul olmaqdansa, hardasa stabil işləyib, stabil əmək haqqı alsaq, daha risksiz, daha təhlükəsiz bir həyat şəraitimiz olardı. Təbii ki, biz indi onunla razılaşmadıq və ya həyat bizi özü müəyyən qədər bu işlərə cəlb elədi. Mən elə arada özüm elə öz ailə üzvlərimə, valideynlərimə deyirəm ki, bax, hesab edirdiniz ki, mən uğursuz olacağam. Amma şükür Allah. Amma onu deyəndə adam biraz qorxur. Çünki bu biznes mühiti elə bir mühitdir ki, sabahı bilinmir. Ona görə orada həmişə təvəzzökar olmaqda fayda var. Amma bir növ içində bir şey var da, həyəcan var ki, deyilən olmadı. O iş mühitində də var da, daimi iş mühitində. Niyə? Çünki adətən məsələn mən biznes qurmayanda xatırlayıram, rəhbər nə vaxt bizdə dəyişirdi, hamını həyəcan verirdi ki, görəsən gəlib məni çıxardacaq işdən ya yox. Bir də deməli Qarabağımız çox möhtəşəm Çempionlar Liqasında qalibiyyət qazanır. Bir Qurban Qurbanov obrazı üzərindən gedək. Qurban Qurbanovun son qalibiyyətdə qələbə qolundan sonra gözləri doldu. Bu içəridə boğub saxladığı idarə etdiyi emosiyadır. Doğrudur. Bax, o ağlamayıb da gözümüzün dolduğu hadisələr var həyatımızda, iş həyatında. Bəli. Bax, o an hansıdır? O an, valla o an elə bir andır ki, onu biraz elə dilə gətirmək də çətindir. Ümumiyyətlə, hisslərin hamısını ifadə eləmək mümkün olmur. O an həm
özünü təsdiqlədiyin andır, həm Allaha təşəkkür elədiyin andır, həm situasiyadan baş aşağı çıxmadığın üçün sevindiyin bir andır. Yəni o müxtəlif hissləri ehtiva eləyən bir ruh halıdır, belə deyək. Bizdə də hər bir insanda bu aşağı-yuxarı buna bənzər hadisələr olub, olacaq. İndi siz o Qurban Qurbanovun timsalında, yəni müvəffəqiyyətin bir uzəsidir də, belə deyək. Başqa nə demək olar ana? Hamımızda aşağı-yuxarı belə şeylər olub. Amma konkret onunla bağlı yadımda olan bir hadisə yoxdur. Onda belə çıxır ki, siz çoxdan da üstü yaşamırsınız. Məsələn, mən yanvarın əvvəl yaşamışam. İl başlayan kimi bir dənə gözlədiyimiz bir məsələ var idi. Qeyri-rəsmi günlər bitdi. Rəsmi gün başlayanda baxdım ayda. Keçən il martın tərəfi gözləyirdim də mən onu. Nə gözəl. Yəni o gördüm ki, oldu. Yəni bəlkə də mənim üçün isti mövzudur. Allah. Bəs yaxşı. Uğur yolundan danışırıq. Amma biraz sonuncu dəfə sizi keçmişdən bağlı bir sual verim, sonra qayıdacağım bu günlərə nəhayət. Deməli, Anar müəllim, gəlin qaydaq 20 yaşındakı Anar müəllimə üzbəüz dayanıb. Bu dəqiqə nə deyər? Ay 20 yaşlanar. Bunu et, bunu eləmə. Əslində mən bu sualı Kamran müəllim özümə çox vermişəm. Doğrudan. Bəli. Bax, Çox az adam tanıyır normalda bu sualı ya da bu sözü özünə deyir. Amma bax birinci o sualı özümə vermişəm ki, kaş ki mən iş həyatına daha tez atılardım. O Anara, indiki Anar deyə bilərdim. Amma sonradan başa düşmüşəm ki, düzgün vaxt, nə vaxt olubsa deməli onda atılmışam. Yəni baş verən hadisə ən düzgün hadisədir və bugünkü gün müəyyən mənada az da olsa, çox da olsa uğurludursa, o vaxtında baş verdiyinə görə uğurludur. Ona görə keçmişi çox qurcalamaq məncə lazımdır. Bu işlərdə gələcəyə baxmaq ən lazımlı olan işdir. Təəssüflər olsun ki, insanlar ümidsizliyə tez qapılır. Evet. Təəssüflər olsun ki, inamımız insan xislətidir bu. Tez ölür. Bax bu gün bizi ya izləyən, ya dinləyən, bizim ümidsiz dostumuza nə demək istəyirsiniz? Yəni bir dənə söz demək istəyirəm. Çox söz deyib kənardan özümü çox bilmiş göstərmək istəmirəm. Disiplinli olduğu təqdirdə uğurlu olmama ehtimalı yoxdur. Nizam-intizam olduğu təqdirdə. Anar müəllim, nə düşünürsünüz? Mən bir dəfə eşitdim ki, bir dostumuz deyir ki, bax, heç bir iş yoxdur, beynim qarışıqdır. İşlər çoxdur, azdır, bilmirəm də, sadəcə belə emosiyalarım qarışıb. Bilmirəm nə edim, nədən başlayım? Və həyəcanlıyam ki, vacib olanı qoyub, vacib olmayanı eləyərəm. Deyir, sonra öyrəndim və işə yaradı ki, nədənsə başladım. Bəli. Elə çox belə əlaqəsiz bir mövzudur. Məsələn, sən e-mail yazmalısan, gedirsən masanın üstünü təmizləyirsən. Amma nədənsə başlayıb yaxşı bir söhbət gəlir, ora çıxır. Bu yanaşmaya münasibətiniz necədir? Kamran müəllim, bir mənalı nədənsə başlamaq lazımdır. Bu şərtdir. Ümumiyyətlə biznes mühitində, yəni özünü bu mühitdə görmək istəyən insan, demirəm cahil cəsarəti, ağlına gələn riski eləsin, amma risk olmazsa olmazdı. Bu işin birinci başlanğıcı riskdir. Sən nədənsə başla və belə bir deyim var da, deyir tədbiri sən gör, təqdiri ilahidə. Yəni dur başda və davamlı bu işlə məşğul ol. Nəticəsi mütləq olacaq, gec və ya tez. Anar müəllim işdə daha nəyi eləmir? Mən işdə daha çalışıram ki, bu mikromanagement deyirlər də, xırda para işlərlə məşğul olmayım. Sağ əliniz başımıza. Eləmi? Çünki mən başa düşdüm ki, bizdə də vəziyyət sağ olsun, şükür Allah, yaxşıdır. Çox şükür. Yəni o şeylərə biz çox takılırıq, amma o şeylər özü gedəcək. Ona takılmaq lazım deyil. Daha qlobal düşünməyə çalışmaq lazımdır. Bax, bura qədər imiş, təəssüf son. Dediyiniz an olub ümumiyyətlə? Xatırlamıram.
Siz halal deyə. Mənə elə gəlir ki, onda sizin bu xarakteriniz lap uşaqlıqdanmı deyim, ya siz bu xarakterlə dünyaya gəlmisiniz. Sizi bir sakit qılan daxili aləminiz var. Bu sizi qoymur, balans aşsın. Yox? Bəlkə də bir də ki, biraz insan əslində söhbətimiz biznes söhbətidir, dini söhbətdir, amma insanda təvəkkül olmalıdır. İnsan inanmalıdır. O vaxtdan var, yəni. Var məndə. Mən inanıram ki, nə olursa xeyriyyə doğru olur. Bəli, biz də inanırıq xeyriyyə doğru və xeyrə doğru addımlarımızdan biri nə olsun? Sponsorlardan danışaq dostlar. Efirimizin dəstəkçiləri haqqında məlumat sizə təqdim edirik. Sponsor məlumatı. Senna şirkətindən danışaq. Lift və eskalator xidmətlərində Etibar. Senna MMC böyük layihələri həyata keçirib bu günə qədər və ümumiyyətlə bir çox plazalarda, şəxsi evlərdə, bağ evlərində, villalarda siz Senna'nın liftlərini, eskalatordan, travelator və digər xidmətlərini görmüsüz. Amma bilməmisiniz bunu Senna həyata keçirib. 05444 7070 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Enerjindən danışaq. 2011-ci ildən qaz və su avadanlıqlarının etibarlı həlləri olan Enerjin sayğaclar, alarm sistemləri, modul stansiyalar və daha çoxunu sizə təqdim edir. 012 570 0094 onların əlaqə nömrəsidir və nəzərinizə çatdıraq ki, qaz sızma olur, partlayış olur. Onların hətta belə 10-12 manat dəyərli bir qurğusu var. Onu sadəcə yerləşdirirsiniz, evə qoyursunuz. O lazım olanda özü sizi xəbərdar edəcək. Yəni həyatı riskimizi çox cüzi məbləğlə qarşılaya bilərik, yəni riskdən uzaqlaşa bilərik. Və Çekazdan danışaq. Çekaz şirkəti biznesimizin ehtiyacı olan yüksək keyfiyyətli çek barkod həllərini bizə təqdim edir. Peşəkar xidmət, müasir texnologiyalar, sürətlə çatdırılma ilə işimizi asanlaşdırır. İstər kiçik, istərsə də böyük biznesimiz üçün Çekaz etibarlı tərəfdaşdır. 055 702 12 32. Təşəkkür edirik dəstəkçilərə. Mən Kamran Yaradanquliyev 92.5-də Dalğa FM-də bizi salamlayan, bizi həmişə gözəl sözlərlə daha da motivasiya edib, hər efirdə gücümüzə güc qatan dinləyicilərimizi, izləyicilərimizi salamlayırıq. Təşəkkür edirik onlara. İşin adamı Azay şirkətinin rəhbəri Anar Zeynalov bizlə birlikdədir. Anar müəllim bugün çox maraqlı söhbətlərə toxundu. Sağ olun, var olun. Həqiqətən də biraz da ümumi sahəmizdən danışacağıq ki, bu sahədə də bizə töhfə vermiş olasınız. Anar müəllim, razısınız hər halda. Bəli. Maraqlıdır ki, ümumiyyətlə mebel sahəsinə bir baxanda, mebel növünə və materiallarına bu gün Azərbaycanda günümüzdə hansına daha çox ehtiyac var? Kamran müəllim, mebel məsələsi belədir ki, çox sürətli dəyişir artıq bu sahə. Əvvəllər bu qədər sürətli dəyişim yox idi. İndi mebel, bunu bəlkə də çıxışlarımın əvvəlki çıxışlarımda demişəm, artıq mebel metalsız düşünülə bilməz. Metal həllər çox vacibdir mebellərdə. Niyə? Dövrün tələbi budur, trend budur. Artıq Ona görə. Bəli, ona görə. Və əslində Yəni ayaqları metal, üstü taxta, belə deyim də. Onu deyirsiniz? Hətta ayaqları metal ola bilər. Bugünkü gün artıq o içi taxta dediyiniz korpus belə metaldan ola bilir. Daha dayanıqlı olur, daha keyfiyyətli olur. Sonra indi mebel innovativ həll olmadan olmaz. Bugünkü gün müştəri mebel materialı görmək istəmir, aksesuar görmək istəyir, maraqlı elementlər görmək istəyir və doğrudur. Bugünkü Sizcə nə qədər gedəcək bu? Çox gedəcək və doğrusu budur. Çünki əvvəllər mebel bir əşya idi, indi mebel əşya deyil. Mebel evdə bir ümumi ab-havanı tənzimləyən, evin ruhunu dəyişən bir elementdir və funksional olmalıdır, praktik olmalıdır. Biz öyrəşmişik də, keçmişdən elə harda bir boş yer qalsaq, şkaf düzəldək, lazımsız əşyaları salaq ora. Soyuducunun başına və s. İndi o devir deyil. İndi hər bir kör zona daim işlək olmalıdır və praktik olmalıdır. Bir də mebellərdə mən nəyə fikir verirəm son dönəmlər? Mənə elə gəlir ki, mebellər insanın həm də motivasiyasıdır. Çox. Sən qəşəng, gözəl bir mebel alanda motivasiya olursan ki, halal deyə mənə. Mən yaxşı ki, vaxtını işlədim, əziyyət çəkdim. İndi bunu özümə ala bildim. Sonra elə bir dövr gəldi ki, milyonçular demotivasiya oldu. Niyə?
Çünki qiymətli o qədər münasib oldu. Əlçatan oldu. Bu bir növ Çin avtomobili kimi. Daha ucuzdur, amma daha funksionaldır. Bəli. Yəni bu gün hamı sən demə özünü motivasiya edə bilir. Bilir. Əslində yox. Razıyam. Razıyam. Və mebeli üzü bir 5 ilə 10 ilə bölsə üzü hara gedir bu sahə? Məncə gedir üzü smart texnologiyalara doğru. Yəni daha ağıllı həllər, daha nə bilim bəlkə də uzaqdan idarə etmə, bəlkə süni intellekti mebelə inteqrasiyası çox yaxında olacaq ki, bunun nümunələri var. Biraz ilkel formadadır, ibtidai formadadır, amma var buna oxşar şeylər. Yəni ümumi gedişat bu üzrədir, bu olmalıdır, doğru olan da elə budur. Nə qədər mümkün qədər o aksesuarlar müasirləşəcək, daha smart olacaq. Bir mövzu da məni maraqlandırır. İnsanlar sizcə daha çox dizayn yoxsa rahatlığa üstünlük verirlər mebel seçəndə? Bu sual gözəl sualdır. Deməli, Kamran müəllim, dünənin insanı üçün rahatlıq anlayışı yox idi, görüntü anlayışı var idi. Yadınızdadırsa, bizim o klassik ofislərimiz, mənzillərimiz heç nəyə yaramayan o dəbdəbə, amma bugünün insanı görsəl görüntü, peşin görüntü vacibdir, amma ikinci planda. Rahatlıq, funksionallıq ön plandadır. Ona görə indi gənclər, indikilər başa düşüblər ki, əslində bu ümumiyyətlə tendensiya belədir də. Əvvəl kənarda baş verir, dalğa yavaş-yavaş bizə doğru gəlir. İndi dalğa bizə çatıb, doğrusu da budur. Sizcə restoran sahiblərinə bildirək, mebel onların müştərisinin əldə qalmağına nə qədər kömək edir? Çox kömək eləyir. Baxır, həm də orada belə bir nüans da var. Baxır restorana. Elə restoran var ki, tələbdir ki, orada stol və stullar narahat olmalıdır. O fast fooddur. Çox sürətli oturub durmalıdır müştəri. Orada vaxt itirə bilməz. Yəni onun konsepti odur. Elə restoran var ki, bunların hamısı layihə səviyyəsində olanda artıq düşünülür, qərarlaşdırılır. Elə restoran var ki, amma konsept odur ki, burada çox oturmalıdır. Müştəri çox pul xərcləməlidir. Coffee shop çox oturulanlardandır, yoxsa az tez getsin? Coffee shoplar ümumiyyətlə mən Kamran müəllim sizə çox vacib bir məsələni deyim də. İstənilən coffee shop, istənilən restoran zəncir olanda, brend olanda burada bütün detallar düşünülür, yavaş-yavaş o ənənə yaranır, get-gedə təkmilləşir. Məsələn, beynəlxalq brendlərdə bu məsələ dəqiqdir. Konseptdən zərrə qədər kənara çıxmağa icazə yoxdur. Amma bizdə hər şey, məsələn, hər sahibkar deyək ki, bir coffee shop açır. Orada müəyyən özünün bildiyi qədər müəyyən şeyləri düşünür, amma tam təkmil deyil. Orada əsas deyək ki, dizaynerin verdiyi görsəl daha çox xoşuna gəlir, onu da tətbiq elətdirir. Mən səbəbli soruşuram bu sualı. Dünyaca o zəncir şəbəkəsinə sahib olan coffee shoplardan birində elə 3-4 gün əvvəl əyləşmişdim, bir iş danışırdım. Bəli. Orada bir divanlar var. Bəli. Fikir verdim, elə bilirdim ki, bunun bir filialında, bəli, o Cəfər Cabbarlı tərəf başqa bir şeydir. Mən elə bilirdim ki, yox. Elə bilirdim ki, oradakı indi biraz nasaz olub. Elə bir V hərfini düşünün, amma V hərfini elə bir ki, profilə qoymusunuz. Sən əyləşəndə orada sürüşürsən arxaya, dizlərin çatır çənənə. Bu dəfə burada şəhərin mərkəzində gördüm yenə eynidir. Dedim mən başımı kəsim, mən bir də bu şəbəkəyə gəlmərəm də. Yəni, o nə qədər narahat idi, nə qədər narahatdır. Bəlkə indi çoxları bildi. Yəni bunlar necə bunu belə çıxır ki, coffee shopdakılar da, yəni onlar belə deyir ki, avvela gəldin kofeni içdin, 5 manat pul vermisən, 4 gün burada oturasın istəyirsən, dur get. Kamran müəllim, onun hədəf kütləsi siz deyilsiniz də. Onun öz hədəf kütləsi var. O bilir ki, o məhsulu ümumiyyətlə biznesdə bir nömrəli iş satdığın məhsulun hədəf kütləsini dəqiq müəyyən eləməkdir. Sən əgər satdığın hədəf kütləni bilmirsənsə, heç bir orada uğurdan söhbət gedə bilməz. Onların da hədəf kütləsi siz deyilsiniz. Və sizin kimi düşünən deyək ki, bir 10 nəfər varsa, o heç onlara lazım deyil. Onlara o kimdirsə, o bəs eləyir də, belə deyək. Amma indi birindən birinə keçirik. Bu dəyərli söz idi ha.
hədəf kütləsini tanımaq. Bəli. Bir sahibkar olaraq yeni başlayanlar adətən deyirlər ki, hər hədəf kütləsinə xitab edəcəklər. Bu cavanlıq səhvlərinin biri də bu yox. Doğrudur. O onun uğurlu olma şansı yoxdur. Olub sizdə hansısa bir xidməti olub, demisiniz biz bunu eləmirik artıq. Olub o səhvləri biz eləmişik, amma biz onu əsas işimizə çevirməmişik də. İkinci qol kimi açmışıq ki, bəlkə bunu da eləyək, yolda başa düşmüşük ki, səhv gedirik, saxlayaq, əsas işimizə fokuslanaq ki, fokusumuzu dağıtmayaq. Əla. Təşəkkür edirəm sizə. Bu il inanıram ki, çox uğurlu olacaq. Biz ümumiyyətlə ilk efirimizin Dalğa FM-də xeyir duasını sizdən almışıq. Sizdən çox gözəl enerji alırıq. Sizdən çox gözəl həm söhbət olub, işimizə də yansıtmağa çalışırıq. Sonda nə demək istəyirsiniz? Sonda bu ənənəvi veriliş sualıdır. Sonda nə demək istəyirsiniz? Sonda nə demək? Sonda bütün dinləyicilərə təşəkkür edirəm bizi dinlədikləri üçün. Faydalı ola bildiksə, nə mutlu bizə. Çalışırıq ki, faydalı olaq. Doğru bildiklərimizi onlarla bölüşdük. Sizə də təşəkkür edirəm dəvətiniz üçün. Təşəkkürlər. Hörmətli xanımlar və cənablar, işin adamını dinlədiniz. Azali şirkətinin rəhbəri Anar Zeynalov bizlə birlikdə idi. Mən Kamran Yaradanquliyevin təqdimatında ümid edirik ki, gələn həftə yenidən eşidiləcək yayın saatda yeni vədədə növbəti işin adamları ilə birlikdə. Hər efirdə yekunda dediyim bir arzu var. Hər kəsə zehni huzur arzu edirəm. Hələlik. İşinin adamı bitti.